Tahir müəllim, Azərbaycan mətbəxindən söz düşəndə deyirlər ki, yeməklərin şahı plovdur. Bir kulinar kimi siz nə düşünürsünüz və mənə çox maraqlıdır. Sizin ən sevdiyiniz yemək nədir? Türklərin bir yufka plovu var, pərdə plov. O şah plovu yaradanda onun əsasında duran formasıydı. Amma əslində Şah İsmayıl Xətainin sarayında pişirilən köməklərdən yarandı şah plov. İndi brend olub. Hamı elə bilirlər ki, 1000 il yaşı var. İndi xan adından da ermənilər də başlayıb pişirməyə ki, 500 il onlar da yaşı var, yalan deyirlər. Köməklərin texnologiyasıdır və Şah İsmayılın saray aşpazları bu formatda pişiriblər. Düzdür, onlar içinə düyü qoymurdular, plov kimi yox, başqa şeylərdən eləyirdilər, amma o texnologiyalar var idi. Şah plovda o bir plovlar da xəncəldən yaranıb. O Elə ona görə də sağ plovun dədəsi xəncəldir, anası xəncəldir. Və plov qabaqca düyüdən olmayıb. Adi dedim tapılan dənlərimiz var idi. Bəli. Onları da eynən ayrıca suda pişirib, haşlayıb yanında verirdilər. Sonra ondan un alandan sonra ilk xörəklər belə yarandı da. Xəncəl texnologiyası keçdi. Oldu plovun texnologiyası və dünya bunu verdik biz. Xəncəl deyəndə təkcə yarpaq xəncəl deyil, bu mantı, düşbərə filan hamısı oradan gəldi. Və bunun kökündə də həmin xəncəl durur sadə xörəklər. Əlbəttə ki, mənim xoşladığım nənəm nə pişirirsə mən Tovuzda böyümüşəm. Qəşəng cincilim kətəsi xoşlayıram, jitkən kətəsi xoşlayıram. Mən də xoşlayıram. Camış qatığı superdi qaymağı onun. Ondan sonra özdə sacın üstə kətələr gərək yekə olsun kartofla. Xəncəl təbii ki, biz xəncəl sevirik də.